Salam, hər vaxtınız xeyir. Belə bir sualın izahına baxaq. SSR-nin 20 və 30-cu illər tarixinə aid oxşar cəhətlərdən biri deyil. A variantı. Yeni konstitusiyasının qəbul olunması. İlk konstitusiyası 1924, ikinci konstitusiyası 1936-cı ildə qəbul olunub. Yəni A variantı oxşarlıq təşkil eləyir. B variantı kollektivləşdirmə siyasətinin həyata keçirilməsi. Bu siyasət 1920-ci illərin əvvəllərində artıq həyata keçirilirdi. Lakin 1929-da elan olunur, 30-cu illərdə də davam edir. C. Mədəni həyatın kommunist ideologiyası əsasında formalaşdırılması. Bu həm 20, həm də 30-cu illər üçün oxşarlıq təşkil eləyir. D. Tək partiyalı sistemin mövcud olması. Bildiyimiz kimi hakimiyyət sadəcə Kommunist Partiyasının əlində cəmləşmişdi. E. Millətlər Cəmiyyətinin fəaliyyətində iştirak etməsi. Millətlər Cəmiyyətinə 1934-cü ildə qəbul olunur və 39-cu ildə onun fəaliyyətindən uzaqlaşdırılır. Yəni doğru cavab E variantı. Çünki sadəcə 30-cu ildəki fəaliyyətdən söhbət gedir.